Salam dostlar, yenə xoş gördük. Mətn etiqad dərslərimiz davam edir. Deməli, axırıncı dəfə məşhur bir hədis var, onun üzərində qaldıq. Kim özünü tanısa, Rəbbini tanıyar. Məhəmməd Füzuli buna fərqli yönlərdə izah verirdi. Bir neçə izahını qeyd elədim. Burada kitabda bir neçə izah yenə qalıb. Növbəti izah belədir. Və rubbəmə qalə innəl arif ilə nəzərə ilə tərəqqubi ə'daihi əz-zahirə vəl-batinə vəl-havas vəl-qiva əlləti murattəbətun aleyha. Burada Məhəmməd Füzuli nə edir dostlar? Deməli, insanla kainat üzərində bir müqayisə aparır. Buyurur ki, insanın bir cismani tərəfi var, bir ruhani tərəfi var və bunlar birləşir, bir bütün meydana gətirir. Və həmçinin kainatın da bir cismani tərəfi var, bir ruhani tərəfi var. Yəni, bir maddi tərəfi var, bir mücərrəd tərəfi var. Onlar da bir bütün təşkil edirlər. Məsələn, biz insana baxsaq, onun cismani və mücərrəd yönü ilə birlikdə görərik ki, o müstəqil bir varlıq deyil, nə mənada müstəqil deyil. Yəni, o tək başına öz-özünə yarana bilməz. Onun yaradana ehtiyacı var. Eyni xüsusiyyət kainat üçün də keçərlidir. Niyə? Çünki kainat bir növ insanın böyük formasıdır. İnsan isə kainatın bir növ kiçildilmiş bir modelidir. Bunların hər ikisi də eyni xüsusiyyətə malikdir. Həm insan maddi və mücərrəd hissələrdən ibarətdir, həm də kainat maddi və mücərrəd hissələrdən ibarətdir. Hər ikisi də xüsusiyyətlərini nəzərə alanda aydın olur ki, onlar öz başına yarana bilməzlər. Onların varlığı səbəbə möhtacdır, mövcud olmaq üçün. Ona görə buyurur ki, biz əgər insanın zahiri və batini üzvlərinə baxsaq, zahiri üzvlər bizim bədən üzvlərimiz kimi, batini üzvlər isə insanda olan müəyyən qüvvələrdir. Məsələn, yaddaş qüvvəsi, xatirə qüvvəsi, xatırlama qüvvəsi kimi, vəhim qüvvəsi kimi, xəyal qüvvəsi kimi və s. Bunlar artıq nədir? Batini qüvvələrdir. Biz bunlara baxsaq, insanın zahiri və batini üzvlərinə baxsaq, hiss üzvləri və qüvvələr, hansı ki, o batini üzvlərin məhsuludur. Bayaq dediyim kimi, məsələn, insanın nəyisə xəyal etməsi, insanın vəhim qüvvəsi, hansı ki, o fərdi, mücərrəd hadisələri dərk edir, sevgi kimi, qəzəb kimi, kin kimi və s. Bunları nəzər salsa, vəl-əf'al əs-sadirətə anha, bunlardan törəyən feillərə nəzər salsa, və qiyam nizamin bədəni biha və həmçinin bədənin, yəni insan bədəninin bu bütündən meydana gəldiyini, bu üzvlər vasitəsilə mövcud olduğuna nəzər salsa, bunu təhlil eləsə, və arafə ənə hədəl əvda'əl müxtəlifə kulləhə leysət min əhəd əczaihi və nəzərə alsa ki, bu fərqli vəziyyətlər onun maddi bədəninin bir parçası deyil. Ləənnə kullə cüz'in min əczaihi mütəhərrikun minəl quvvəti iləl fi'li, çünki onun bədəninin hər bir hissəsi potensial haldan reallığa doğru seyr halındadır, təkamül halındadır. Və huvə muhtacun ilə muharrikin minəl xaric, ona görə də onun kənar qüvvəyə ehtiyacı var, ona varlıq bəxş eləsin. Və bunun səbəbini keçən dərslərdə biz izah elədik ki, bir şey ki, orada təkamül var, o öz-özünə yarana bilməz, o özünü də yarada bilməz, onun hissəsi də onu yarada bilməz. O mütləq bir səbəbə möhtacdır. Bütün bunları nəzərə alsa, fəəsbətə ən-nəfsə lil-bədən. Belə olan təqdirdə artıq nəfsin varlığını isbat edilmiş olacaq. Bədənin ötəsində bir mənəvi və ya mücərrəd həqiqətin olduğunu da neynəmiş olacaq? İsbatlanmış olacaq. Əlbəttə, bu məsələ ki, Füzuli burada qeyd edir, bu qeyd elədiyi argumentlər bir qədər qəribədir. Sanki bu argumentlər mətləbi çatdırmaq üçün tam deyil. Nəyə görə? Çünki burada baxın, bədənin hissələrinin təkamül halında olduğunu qeyd edir. Halbuki bu təkamül halı tək bədənə aid deyil, bu ruha da aiddir. Yəni, insanın mücərrəd yönünə də, qeyri-maddi yönünə də aiddir. İnsanın tək maddi yönü seyr halında deyil, təkamül halında deyil, mənəvi yönü də və ya mücərrəd yönü də seyr halındadır və s. Yəni, bu argument bir qədər anlaşılan deyil, tam dəqiq deyil. Sümmə qasa tərkibəl aləm bi tərkibil bədən. İndi burada müqayisə meydana gətirir, müqayisə etməyi tövsiyə edir Füzuli. Buyurur ki, sonra neyinin? Aləmin hissələri ilə bədənin hissələrini, yəni necə ki, bədənin maddi və mücərrəd hissələri var idi,
Deyir, eyni ilə aləmin də maddi və mücərrəd hissələri var. Bu ikisini bir-birinə müqayisə edin. Qiyasəl kulli bil cüz'i. Bir növ bütünlə parça arasında. Çünki insan nəticədə kainatın bir parçasıdır. Sadəcə olaraq insana baxanda görürük. O da bütündür, kainat da bütündür. İnsan kainatın bir kiçik modelidir. Amma deyir, siz neyinin? Bir müqayisə aparın. Bütünlə parçası arasında bir müqayisə aparın. Hansı ki, bütün kainatı parçası da insandır. Hansı ki, hər ikisi hissələrdən, maddi və qeyri-maddi hissələrdən ibarətdir. Deyir, bu cür müqayisə aparsaz, وَعَلِمَ أَنَّ الْأَشْيَاءَ الرُّحَانِيَّةَ وَالْجِسْمَانِيَّةَ الْعُلْوِيَّةَ وَالسُّفْلِيَّةَ və bilsək, belə olan təqdirdə insan biləcək ki, həm ruhani, həm cismani, yəni həm maddi, həm mənəvi, həm maddi, həm qeyri-maddi hissələr ki, Məhəmməd Füzuli burada əl-ülviyyə və sufliyyə terminlərindən istifadə edir. Ülvi və sufli varlıqlar deyəndə, ülvi varlıqlar həmin mücərrəd aləm nəzərdə tutulur, məsələn, ağıl aləmi kimi. Sufli varlıqlar deyəndə bu, sufli aləm deyəndə bu, maddi aləm nəzərdə tutulur. Əlləti hiyə mutaharrikatun li suduril əf'al, əlləti hiyə səbəbun nizam. Necə ki, məsələn, bayaq dedik ki, insan bədən və ruhdan ibarətdir. Bunlar birlikdə bir nizam meydana gətirirlər və nəticədə insan hərəkət edir, insan müəyyən işlər görür. Kainat da sanki bu hissələrdən ibarətdir. Maddi hissələrdən ibarətdir, mücərrəd hissələrdən ibarətdir. Bu gördüyümüz maddi aləm onun sufli hissəsidir, əql aləmi məsələn onun ülvi hissəsidir. Bunlar da birlikdə bir sistem meydana gətirir ki, nəticədə müəyyən feillər burada törüyür. Belə olan təqdirdə əgər insan kainatı da bu cür baxsa və kainatla özü arasında, kainatla insan arasında bu cür müqayisə aparsa, o zaman başa düşəcək ki, ləhə mudabbirun və muharrikun minəl xaric. Nədir? Bu kainatın da bir idarə edəni var, bu kainatın da yaradanı var. Hansı ki, o kainatdan kənardır, o kainatın bir parçası deyil, o hissəsi deyil. Niyə? Çünki bunun belə ola bilməyəcəyini əvvəlki dərslərdə izahını verdim. Kainat öz-özünü yarada bilməz, nə də onun hissəsi onu yarada bilməz. Bu mütləq kənar bir təsir olmalıdır. Və səbəblərini qeyd elədik, argumentlərin hamısını qeyd elədik, təkrarlamaq istəmirəm. Bu da bir izah idi. Əlbəttə, bu izah bir qədər qəribə izahdır dostlar. Dediyim kimi, argumentlər tam bir-birini sanki tamamlamır, amma sadəcə olaraq mən Füzulinin burada kitabda qeyd elədiklərini dedim. Başqa bir izah. Və rubbama qala innal arif izə arafa zatahu bi annahu mumtazatun min al-mawjudat bil idraki vel qudra vel ixtiyar və mutasarrifatun fil kainat biha. Digər bir izah budur ki, əgər arif, yəni insan bilsə ki, onun varlığı digər varlıqlardan fərqlidir. Mumtazatun, yəni fərqlidir. Nə ilə fərqlidir? İdrakla, qüdrətlə, ixtiyarla. Yəni insan dərk edən bir varlıqdır, insan qüdrət sahibidir, insan ixtiyar sahibidir. Bu yönləri ilə birlikdə insan digər varlıqlardan fərqlənir. Əlbəttə, fərqlənir deyəndə mənası bu deyil ki, digərlərində qüdrət yoxdur, ixtiyar yoxdur, idrak yoxdur. Xeyr, digər canlılarda da var, amma insan ən kamil formasında bu var. Ona görə də insan digərlərindən fərqlənir. Məsələn, insanda da idrak var, heyvanda da idrak var. Amma heyvanda aşağı səviyyədə idrak. Ona görə heyvan sivilizasiya qura bilmir. Heyvan mədəniyyət qura bilmir. Heyvan cəmiyyət qura bilmir. Heyvan sadəcə sürü halında yaşayır. Amma insan kimi cəmiyyət qura bilmir. Orada inkişaf yoxdur. Amma insanda var. Əgər insan bilsə ki, o digər varlıqlardan bu yönlərinə görə fərqlənir və mutasarrifətun fil kainati biha və bu xüsusiyyətləri ilə kainata təsir edir və arafə ənə idrakəhu və qudrətəhu və ixtiyarəhu la təzidu bi qudrətihi və idrakihi və ixtiyarihi və bilsə ki, onun sahib olduğu bu xüsusiyyətlər idraki, qüvvəsi, iradəsi, ixtiyarı öz qudrəti ilə, öz idraki ilə artmır, o zaman nə biləcək, nə aydın olacaq ona? Alimə ənə fəvqə idraki və qudrətihi və ixtiyarihi idrakən və qudrətən və ixtiyarən. O zaman aydın olacaq ki, ona onun idrakının da fövqündə, onun qudrətinin də fövqündə, onun ixtiyarının da fövqündə super bir güc var. Yəni, Tanrı var ki, onu neynir? Yaradıb ona varlıq bəxş edib. Əlbəttə, burada yenə Füzuli ki, deyir, insan başa düşsə ki, onun qudrəti, onun idraki, onun ixtiyarı öz idrak və ixtiyarından artmır. Burada o şeyin mahiyyətini nəzərdə tutur. Yəni, insanda qudrət var, o qudrət onun özü, o qudrətin özü, o zatı insanın öz əlində deyil. Ona verilib. Amma onun mərtəbəsini, onun pilləsini bəli insan artıra bilər. İnsan özünü təkmilləşdirməklə daha iradəli, daha azad varlıq ola bilər. İnsan oxumaqla idrak səviyyəsini daha da çoxalda bilər. Füzuli bunu inkar eləmir.
Füzulinin burada dediyi ki, o ixtiyarını, o qüdrətini artırmaq onun əlində deyil. Məqsəd, yəni nədir? Yəni onun özü, kökü, mahiyyəti onun əlində deyil. Yəni bir növ sistem onun əlində deyil. Sistem onun əlində deyil. İnsan bu sistemi quran varlıq deyil ki, o sistemə istədiyi kimi müdaxiləsin. Xeyr. İnsan sadəcə olaraq o sistemi özündə hazır tapıb və ona yollar göstərilib ki, sən hansı yollarla ona təsir edib onun mərtəbəsini qaldıra bilərsən. Amma o sistemin özü təbii ki, o insan ixtiyarında deyil. İnsan bunu dərk edəndə ki, bu xüsusiyyətlər onun ixtiyarında deyil, bu şeylər ona verilib, onda insan nə edir? O verən qüvvəni, o verən gücü axtarır ki, kimdir ona bu xüsusiyyətləri əta edən, bəxş edən. Bu da bir izah idi. Başqa bir izah var. Rubbama qala innal arif iza arafa istihalata tahqiq mahiyyət zatihi ma imkanihi alima istihalata tahqiq zatil vacib ma vujubihi. Digər bir məsələ budur ki, əgər insan bilsə ki, baxmayaraq ki, o mümkün varlıqdır, buna rəğmən mümkün olmasına baxmayaraq o öz mahiyyətini lazımınca dərk edə bilmir. Yəni insan öz varlığını, öz həqiqətini 100% dərk edə bilirmi? Təbii ki, bu qeyri-mümkündür. Ona görə də insan daim araşdırır, daim axtarır və özünün hər dəfə elm inkişaf elədikcə, texnika, texnologiya inkişaf elədikcə yeni qatılarını kəşf edir. Amma hələ də insan həqiqəti, aləmin həqiqəti, kainatın həqiqəti məşhur olaraq qalır. Çünki bu elə bir dəryadır ki, bunun dibi yoxdur, dibi görünmür. İnsan nə qədər ömrü var, yəni bundan sonra milyardlarla da il yaşasa, yenə də bunu kəşf etdikcə davam edəcək. Yəni insan əgər, indi biz tarix aspektdən baxırıq da, düzdür, yəni insan var olandan bəri indiyənəcən elm bu qədər inkişaf edib, ona ümumi olaraq baxıb deyirik ki, insan bu mərhələyə gəlib çatıb. Amma bir də var, bir insanın yaşadığı ortalama ömrü nəzərə alıb deyək. Məsələn, bir insan 70 il yaşayır, o 70 ildə öz həqiqətini nə qədər kəşf edə bilir? Yəni fərd baxsaq, bu ümumiyyətlə, yəni insan demək olar ki, heç nə qavramır. Aydındır. Ona görə bir insan ki, hələ özü mümkün varlıqdır, öz mahiyyəti barədə bu qədər acizdir, o təbii ki, alimə istihalətə tahqiq zatil vacib mə'vucubihi, ona aydın olacaq ki, vacib varlıq ki, onun mahiyyətində vaciblik var, onun həqiqətində vaciblik, onun həqiqətini təşkil edir. O vacib varlığı dərk etmək onun üçün nədir? Qeyri-mümkündür. Yəni, mümkün varlığı dərk etməyən vacib varlığı necə dərk edə bilər? Füzuli bunu demək istəyir. Za'aməl mütəsavvif ənəhu qal. Sufi necə düşünür? Füzuli deyir ki, Sufi bu cür düşünür ki, əl-vücudu vahidun, varlıq təkdir, vəl-əczəu kullun, vəl-kullu əcza. Buyurur ki, Sufinin nəzəri budur ki, varlıq təkdir. Yəni, varlıq öz etibarilə təkdir. Hissələr nədir? Bir bütünü təşkil edir və bütün də hissələri təşkil edir. Yəni, Sufilərin məşhur bir nəzəri var ki, varlıq bir tərəfdən təkdir deyirik, digər tərəfdən çoxluq var. Bu çoxluğu necə izah edək? Buyurur ki, Sufilər varlıqla çoxluq arasında bir əlaqə var. Bir səbəb, mahiyyət və təcəllə əlaqəsi var. Nə deməkdir bu? Yəni, o varlıq o çoxluğun içərisində gizlənib. Çoxluq da varlığın içərisində. Yəni, məsələn, tutalım, insan nəzərə alalım. İnsan təkdir. Yəni, fərd olaraq bir insan nəzərə alsaq, A şəxsi. O varlıq olaraq təkdir. Çünki xarici aləmdə onun bir dənə predmeti var. Lakin onun varlığında, tək olan varlığında çoxlu sayda təzahürlər var, məzhərlər var. Burada təklik və çoxluq bir-birinə qarışıbdır. Təklik çoxluğa, çoxluq təkliyə qarışıbdır, amma fərqli yönlərdən, fərqli aspektlərdən. Füzuli də bunu deyir ki, ariflər də bu cür düşünürlər ki, həm çoxluq var, çoxluğu müşahidə edirik, həm də bu tərəfdən deyirik, varlıq təklidir. Bunlar arasında ziddiyyət yoxdur. Niyə? Çünki bu çoxluqlar o varlığın hissələridir, bu mənadakı təzahürləridir, təcəllasıdır. Onun isimlərinin təzahürüdür. Ona görə varlıqla çoxluq arasında ziddiyyət yoxdur. Bir tərəfdən varlıq tək deyib, digər tərəfdən çoxluq var deyiriksə, burada ziddiyyət yoxdur. Çünki o çoxluq o təkliyin nə idi? Təzahürüdür. Bəli. Mən arafə və mən arafə nəfsəhu fəqət arafə rabbəhu. Ona görə kim özünü dərk eləsə, Rəbbini dərk edər. Əgər insan da özünə baxsa ki, görsə ki, o da təkdir, amma buna baxmayaraq onun çoxluğu var, çoxluq hissəsi var, onun təzahür edən xüsusiyyətləri var, o zaman Allahı da dərk edər ki, Allah da eyni zamanda tək olmasına baxmayaraq, onun təzahür edən nəyi var? Təcəllaları var. Bu, həmin məşhur hədis haqqında olan dostlar izah idi. Füzuli gördüyünüz kimi burada
bir neçə izah qeyd elədi. Sonra növbəti bəhs ruh bəhsidir. Buyurur ki, qalə əhlül kəşfi, ariflər deyirlər ki, innər ruha min haythu cəvhərihi və təcərrüdihi və kavnihi min aləmil ərvahil mücərrədə müğayirun lil bədən. Buyurur ki, ruh özü etibarilə, mahiyyət etibarilə, mücərrətliyi etibarilə, həmçinin ruhlar aləmindən olması etibarilə bədəndən fərqlidir. Lakin mütəalliqun bihi, onunla əlaqəlidir, ona bağlıdır. Lakin bu bağlılıq necədir dostlar? Çox maraqlıdır. Yəni ruh cisim deyil. Ruh nədir? Mücərrətdir. Tamam fərqli bir aləmə məxsusdur. Amma eyni zamanda bədən ki, o cisimdir, maddədir, ona bağlıdır. Bu bağlılıq necədir? Təalluqat tədbir və təsərruf. Buradakı bağlılıq tədbir və müdaxilə bağlıdır. Yəni ruh cisimlə birdir. Bu mənadakı ruh cismə təsir edir. Cismin vasitəsilə neynir? Öz işlərini görür. Thumma huwa bizatihi ghayru muhtacin ilayhi. Buyurur ki, ruh özü etibarilə bədənə ehtiyacı yoxdur. Yəni ruh var ola bilmək üçün, mövcud ola bilmək üçün bədənə ehtiyacı yoxdur. Fi baqaihi və qivamihi. Yəni ruh özü etibarilə nə var olması üçün, nə davamlı olması üçün nəyə ehtiyacı yoxdur? Bədənə ehtiyacı yoxdur. Və min haythu innal badan suratuhu və məzharuhu və məzharu kəmalatihi və qivah fi aləmi şəhadə fəhvə muhtacun iləyhi qeyru munfəkkin anhu. Buyurur ki, bəli, bədən ruhun nə idi? Bir surətidir. Bədən ruhun məzhəridir. Bədən ruhun təcəllasıdır. Bədən ruhun, belə deyim, kamilliklərinin ortaya çıxması üçün bir vasitədir. Bu cəhətdən, bəli, ruhla bədən arasında bir qırılmaz əlaqə var. Ona görə ruh nədir? Ona ehtiyaclıdır, ondan ayrılmazdır. Bu, dostlar, təbii ki, məşhur məşaçıların rəyidir bu. Yəni, ruh haqqında Füzulinin burada qeyd elədiyi nəzəriyyə bu, məşaçıların, peripatetiklərin nəzəridir ki, ruhla bədən biri materiya aiddir, maddiyə aiddir, biri ruhlar aləminə aiddir və bunlar müstəqildirlər, sadəcə olaraq birləşirlər və birləşmədə də mənasını izah elədik. Burada birləşmə hansısa bir cismin başqa bir cismə daxil olması kimi deyil. Çünki ruh mücərrəd varlıqdır, mücərrəd varlığın hansısa bir məkanı yoxdur. Məsələn, biz deyəndə ki, ruh, bizim ruhumuz var, mənim ruhum var, sənin ruhun var, onun ruhu var. Bizim ruhumuz bizim bədənimizdə deyil. Çünki ruh mücərrəd varlıqdır və mücərrəd varlığın da məkanı olmaz. Buradakı bağlılıq tamam fərqli bir mahiyyətdə bir bağlılıqdır. Buradakı əlaqə tamam fərqli bir mahiyyətdə əlaqədir. Biz bunu təhlil edirik, analiz edirik, üzə çıxarıq. Amma bunu təsəvvür etmək bu bir qədər təbii ki, çətindir. Bu məşhur məşaçıların məşhur nəzəriyyəsi ruh barədə, amma Molla Sədranın nəzəriyyəsinə görə ruh bədəninin vasitəsilə ortaya çıxır. Yəni ruh bədənin substansial hərəkəti nəticəsində ortaya çıxır, kamilləşir və tədricən müzərrətləşir. Yəni belə deyil ki, ruh başqa bir aləmdədir, cisim başqa bir aləmdədir. Vaxt gəlir, zaman yetişir, ruhla bədən gəlir, birləşir və insan meydana gəlir. Molla Sədranın nəzəriyyəsi belə deyil. Onun nəzəriyyəsinə görə, onun fikrinə görə ruh cisimdən törüyür. Cismin təkamülü nəticəsində meydana gəlir. Ona görə də ruh cismaniyyətül hüdusdur, cisimdən meydana gəlir, amma ruhaniyyətül bəqadır. Onun varlığı tədricən təkamülləşir, mücərrətləşir və mücərrət olaraq da varlığını davam etdirir. Bəl sərin fihi sərəyanəl hülul vəl-ittihad əl-məşhureyni ində əhlin nazarı kəsərəyanəl vücudul mutlaq əl-haq fil mövcudat. Buyurur ki, yaxşı, ruh bədənlə necə əlaqədədir? Buyurur ki, ruhun bədənlə əlaqəsi mütəfəkkirlərin burada əhlin nazar, yəni kəlam əhlinin, filosoflarının yanında məşhur olan hülul və ittihad babındandır, o cəhətdəndir. Yəni ruhun bədənə daxil olması, ruhun bədəndə olması, ruhun bədənlə əlaqəsi bu hülul və ittihaddır. Hülul və ittihad nədir? Yəni birləşmə. Amma bu birləşmə, bayaq dediyim kimi dostlar, məsələn, suya şəkər tozu atanda o şəkər tozu suya birləşir. Bu cür birləşmə deyil. Məhəmməd Füzuli baxın nədən misal çəkir? Kəsərəyanil vücudul mutlaq əl-haq fil mövcudat. Allahın varlıqlara olan birləşməsini nəzərdə misal çəkir. Məsələn, Allah varlıqlarla necə əlaqədədir? Allah, məsələn, biz deyirik, Allah bizimlədir. Onun bizimlə olması şəkər tozunun suda olması kimidir? Buyur ki, xeyr, bu cür deyil. Bunu dostlar, yenə deyirəm, bəzi məsələlər var ki, biz onun sadəcə əlamətlərini bilirik.
Amma mahiyyətini təsəvvür etmək çox çətindir. Məsələn, Allah yaradır, o yaratma prosesini, o prosesi biz dərk edə bilərikmi? Məncə qeyri-mümkündür. O prosesi dərk etmək, o prosesin özünü anlamaq bu qeyri-mümkündür. Amma biz əlamətini bilirik. Əlaməti nədir? Əlaməti budur ki, yaranış var. Ona görə bəzi şeyləri biz təsəvvür etməkdə əziyyət çəkirik, amma əlamətləri ilə o şeyi dərk edirik. İndi, məsələn, ruhla bədən arasında əlaqə var. Bir tərəfdən bilir ki, ruh mücərrəddir və bədən maddidir. Digər tərəfdən də bilir ki, bunlar bir-birinə möhtacdırlar, bunlar bir-birindən əlaqədədirlər. Amma o əlaqə, o birlik, bayaq misal çəkdiyim kimi, şəkər tozunun suda bir olması kimi deyil. Baxın, bir tərəfdən deyilik, belə birlik deyil, o tərəfdən deyilik, birdirlər. Təsəvvür etmək biraz çətin ola bilər. Amma əlamətləri ilə biz qavrayırıq bu məsələni ki, ortada bir birlik var. Çünki bədən ixtiyarsız varlıqdır, şuursuz varlıqdır. Onu idarə edən bir ruh var, mücərrəd varlığı var. Bunlar bir-birindən ayrılmaz. Amma bu birlik şəkər tozunun sudakı kimi deyil. Aydındır, o birlik kimi deyil. Nə cürdür tam dəqiqliklə dərk edə bilmirik. Qeybi bir məsələdir və ya metafizik bir məsələdir. İnsan əqli onun həqiqətini tam olaraq dərk edə bilmir. Məsələn, sən tutalım hansısa bir cismani prosesləri, maddi prosesləri müşahidə edə bilirsən. Baxırsan ki, o proses necə gedir. Amma metafizik məsələlərdə o prosesi müşahidə edə bilmirsən. Müşahidə etmədiyin üçün sən ancaq təhlil nəticəsində çıxarışlar edirsən və deyirsən ki, təhlildir ki, məsələ belədir. Amma onu mənə təsvir elə ki, məsələn, maddə aləmdə ona bir oxşar nümunə qeyd elə, qeyri-mümkündür. Ona görə buyurur ki, leysə beynəhumə müğayirətun min kullil vücub bi həzəl i'tibar. Yəni ruhun bədənlə əlaqəsi ilə mütləq varlığın, yəni Allahın kainatla əlaqəsi arasında bu baxımdan heç bir fərq yoxdur. Necə ki, Allah bütün kainata hakimdir, kainatla əlaqədədir, kainatla birdir, ruh da bədənlə birdir. Amma bu birlik hansı növ birlikdəndir? Maddi birlikdən deyil. Bu metafizik bir birlik və bərabərlikdir. Sonra buyurur ki, وَمَنْ عَلِمَ كَيْفِيَّةَ ظُهُورِ الرُّحِ فِي الْبَدَنِ. Əgər bir insan ruhun bədəndəki zahir olma keyfiyyətini bilsə, وَأَنَّهُ مِنْ أَيِّ وَجْهٍ عَيْنُهُ وَمِنْ أَيِّ وَجْهٍ غَيْرُهُ və bilsə ki, ruh hansı cəhətdən bədənlə eynidir və hansı cəhətdən bədəndən fərqlidir, عَلِمَ كَيْفِيَّةَ ظُهُورِ الْحَقِّ فِي الْأَشْيَاءِ. O zaman var Allahın da əşyalarda, burada haqdan məqsəd Allahdır. Çünki bu irfani bir terimdir. Allahın da əşyalardan necə zahir olduğuna, Allahın əşyalarla necə bir olduğuna vaqif olar, bələd olar. Bəli, Füzuli düzdür. Əgər bir insan bilsə ki, ruh hansı cəhətdən bədənlə eynidir, hansı cəhətdən bədənlə fərqlidir, o zaman Allahın da hansı cəhətdən əşya ilə bir olduğunu, maddi əşyalarla hansı cəhətdən onlardan fərqli olduğunu dərk edər. Bunu düzdür. Amma məsələ elə buradadır ki, bunu necə dərk edək, bunu necə qavrayaq, bu bir qədər çətin məsələdir. Dediyim kimi, ruh var, mücərrəd bir həqiqətdir, bədən var, maddi bir həqiqətdir. Bunlar təbii ki, iki maddi nəsnənin, iki maddi həqiqətin birləşməsi kimi birləşə bilməz. Bu cəhətdən bunlar birləşməsi qeyri-mümkündür. Amma bunlar bir-birinə nədir? Əlaqədədir. O əlaqə hansı növ əlaqədir? İdarəçilik əlaqəsidir. Necə ki, Allah kainatla birdir, amma bu birlik iki maddi əşyanın bir-birindən olması kimi deyil. Sadəcə olaraq Allah kainata hakimdir və onu idarə edir. Buyurur ki, ruh da o cəhətdən nədir? Bədənlə əlaqədədir, ona hakimdir, onu idarə edir. Bəli. Ona görə insan da nəyi biləcək? Alimə keyfiyyətə zuhuril haqqı fil əşyə. Biləcək ki, Allah əşyada necə zahir olur? Min eyyi vaçhin aynuha, hansı cəhətdən Allah aləmin özüdür və min eyyi vaçhin qeyruha, hansı cəhətdən aləmdən fərqlidir. Baxın, bu irfani ədəbiyyatdan xəbər verir. Bu irfani terminlərdir ki, İbn Ərəbinin məşhur bu fikridir ki, nədir? Aləm və Allah. Allah nədir? Aləmin özüdür. Füzuli də onu deyir. Çox maraqlıdır. Deməli, Vəhdətül Vücud nəzəriyyəsində İbn Ərəbi bunu qeyd edir ki, Allah aləmin özüdür. Özüdür. Bəziləri bunu belə başa düşüblər ki, Allah aləmin özüdür, yəni panteistlərin dediyi kimi ki, Allahla kainat iki cismani varlığın, iki maddi varlığın bir-birinə birləşməsi kimi eyniyyət təşkil edir. Halbuki ariflər bunu nəzərdə tutmurlar. Ariflər deyəndə ki, Allah aləmin özüdür, bu birliyi, maddi birliyi nəzərdə tutmurlar. Burada
təzahür məsələsi var, məzhər məsələsi var, təcəllə məsələsi var. Bu cəhətdən, məsələn, tutalım bir insan bir kitab yazır. O kitab bir mənada insanın özüdür, amma bir mənada da özü deyil, özündən fərqlidir. Nə mənada özüdür? Mahiyyət cəhətdən, məzmun cəhətdən insan özüdür. Çünki o kitabda yazdıqları öz zehninin məhsuludur, başqasının məhsulu deyil. O cəhətdən o kitabda yazılanlar hamısı mənim özümdür. Amma varlıq etibarilə, vücud etibarilə, maddə, materiya etibarilə xeyr. O başqa bir şeydir, mən başqa bir şeyim. O kağızdır, nə bilim, tamam başqa bir mahiyyətdir, mən tamam başqa bir mahiyyətəm. Ona görə Füzuli burada ariflərin rəyini çox qəşəng izah edir ki, insan əgər bilsə ki, məsələn, ruh, bədən burada əlaqəsinə işarə edir. Əgər insan bilsə ki, ruhla bədən hansı cəhətdən ruh bədəndən eynidir, hansı cəhətdən fərqlidir və misal olaraq da nəyi çəkir? Aləmlə Allahın eyniliyini ki, insan bilsə ki, Allah aləmlə hansı cəhətdən eynidir, hansı cəhətdən fərqlidir. Təbii ki, maddə Allahın özü ola bilməz. Çünki maddədir. Allah mücərrəd varlıqdır, bəsit varlıqdır, insan mürəkkəb varlıqdır. Bu cəhətdən eyni ola bilməz, amma təəssüflər olsun ki, bəziləri sufilərin sözünü o cür başa düşürlər. Füzuli deyir, xeyr, sən burada hansı cəhətdən eyni olduğunu, hansı cəhətdən fərqli olduğunu düzgün neynəməlisən, anlamalısan, izah eləməlisən. Aydın məsələdir ki, kainat, maddə aləmi Allahın özü ola bilməz bu cəhətdən ki, Allah mücərrəd varlıqdır, bəsit varlıqdır, kainat maddi varlıqdır, mürəkkəb varlıqdır. Amma bir cəhətdən də kainat, aləm Allahın özüdür. Niyə? Çünki bu kainatda hər nə varsa Allahın isimlərinin təcəllasıdır. Necə ki, elm, necə ki, kitabda olanlar insan zehninin təcəllasıdır, amma varlıq etibarilə iki fərqli varlıqdır. Kainatda olan hər bir şeydə nədir? Allahın isimlərinin təcəllasıdır. Hər şey, baxın, hər şey. Ariflərə görə hətta iblis də nədir? Allahın sifətinin təcəllasıdır. İndi necədir o? Artıq irfani bəhsdə ondan işim yoxdur. Amma Füzulinin bu yanaşması çox möhtəşəmdir. Ki, Füzuli gəlir, birbaşa demir ki, bu küfürdür. Xeyr. Ariflərin sözünü çox qəşəng, dəqiq izah edir ki, ariflər hansı cəhətdən bərabərliyi nəzərdə tuturlar. Amma hansı cəhətdən də bu bərabərliyi neynirlər? İnkar edirlər. Fəmən arafə nəfsəhu fəqət arafə rabbəhu. Əgər bir insan özünü tanısa, bayaq dediyim misaldakı kimi, o Allahı da tanıyar. Burada tanımaq tək o cəhətdən deyil, ha dostlar. Bir insan özünü tanıdı, Allahı da tanıdı. Yəni özünü tanıyandan sonra bildi ki, Allah var. Xeyr, bu tək ontoloji tanımaqlıq deyil. Bu həm də epistemoloji tanımaqlıqdır, bu həm də dərinliyə varmaqdır. Yəni bir insan dərk eləsə ki, tutalım, onun ruhu ilə bədəni arasında necə bir rabitə var, o zaman dərk eləyəcək ki, aləmlə Allah arasında da necə bir rabitə var. Bu tamam dəqiq və dərin bir tanımaqlıqdır. Bu da bu bəhs idi dostlar. İnşallah növbəti bəhslərdən, növbəti dərslərdən Allah barədə onun sifətləri və feilləri haqqında danışacaq. Bu günlük bu qədər. Hələlik.